Ba, niye narazsan? Ol, neydim olmuşam evin arvadı. Evin işləri inanmışım mən görürəm. Bir söz dediyen arvada yaxlayır. Ba, dünən mən bir dənə kitaba baxırdım. Orada yazmışdı ki, əgər istəsən arvadın sənə zor deməsin, ürəyində nə mənə söz var, aşroçla üzünə de, qorxma. Hey! Mamam gələndə dediyim işi imtahan elə. Mamam da sənə zor deyənməyəcək, sən də bir saat sonra zəh vurub məndən təşəkkür eləyəcəksən. Mən getdim. Ged ol, ged. İndi ona deyərəm. Kişi? Hə, nədə arvad? Mənə bir çay tökəliyəm. Mən sənə çay tökəcəm ya sən mənə? Kişi, elə bir başım bir yerə dəyib, kiminənsən? Başım zadım dəyməyib bir yerə. Həmməsə baxıram, üzüvə gülürəm, deyəsən qulu mehrabandır da. Qulun o üzün görməyibsən. Hə, nə baxsan, vuracaqsən? Yer çay gətir. Yallah, qulun kici oğlu. Yallah. Babamdır, hətmən imtahan eləyib, nəticə görüb zəhrib təşəkkür eləyə. Alo. Gədə köpək ol, evə gəlmə ha. Məni qurdun ötürdün qaba, arvad vurdu, qorxuçumu sündürdü. Xəsarətimi səndən alacaq.